Ağaməd Ağamalıyev 16 noyabr 1990-cı ildə Samux rayonunun Füzuli kəndində anadan olmuşdu. Azərbaycan ordusunun əskəri olan Ağaməd Ağamalıyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdı. Ağaməd Ağamalıyev 13 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olmuşdu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ağaməd Ağamalıyev ölümündən sonra Vətən uğrunda Füzulinin azad olunmasına görə və döyüşdə fərqlənməyə görə medallarla təltif edilib.